Məsələ 2. Sinüs 129 dərəcə, vuraq kosinüs 95 dərəcə, vuraq tangens 260 dərəcə ifadəsinin işarəsini təyin edin. Həlli. 3 trigonometrik funksiyanın müxtəlif bucaqlarda qiymətləndirməsindən alınan işarəni təyin edin. Mən belə eləyirəm əvvəlcə. Sinüs funksiyası üçün işarəni yazıram x, o, y koordinat sistemində. Sinüs bildiyiniz kimi birinci rüb, ikinci rüb, üçüncü rüb, bu da dördüncü rüb. Birinci rübdə müsbətdir, ikinci rübdə müsbətdir, 90 dərəcəyə qədər ikinci rüb, birinci rübdür. 180 dərəcəyə qədər ikinci rüb 90-dan və 270 dərəcəyə qədər üçüncü rüb, 360 dərəcəyə qədər də dördüncü rüb. Demək, sinüs 2-dən müsbətdir. Onda mən buradan yazıram sinüs 129 dərəcə vurulsun kosinüs 95 dərəcə vuraq tangens 260 dərəcə. 129 dərəcə ikinci rübə düşür. Bu sinüs funksiyası üçündür. İkinci rübdə müsbətdir. Bu ifadə oldu müsbət. Böyükdür sıfırdan. Kosinüsü çəkirəm. Rüblər aydındır. Burada artıq kosinüs 1-də, birinci rübdə, bir də 4-dən müsbətdir. Bu kosinüs x funksiyası üçündür. 2-də, 3-də mənfidir. Bu isə 95 dərəcə ikinci rübə düşür. İkinci rübdə də mənfidir. Onda bu kiçikdir, sıfır olur. Tangens üçün çəksək, tangens birinci və üçüncü rüblərdən müsbətdir. 1-dən müsbət, 1-də 3-dən müsbətdir. 260 dərəcə, üçüncü rübün sərhədi 270 dərəcəyə qədər. Deməli, 260 dərəcə düşür üçüncü rübə. Üçüncü rübdə də tangens müsbətdir, böyükdür, sıfır. Beləliklə, bu ifadənin işarəsi müsbət, vuraq mənfi, vuraq müsbət. Yəni, müsbət, vuraq mənfi, vuraq müsbət. Bu isə bildiyiniz kimi mənfi işarəsi verir. Deməli, bu ifadənin işarəsi kiçikdir sıfırdan.